Dövlət fondunun torpağının aşağı hissəsində avaryon ərazi var da, cəmaatın axtaşan vaxtı sudan müdafiə yeridir ora. Hicran Vəliyeva oraya müştəri axtarır. Oranı deyir, doldurtdurum torpaqla, satım vətəndaşlara. Ona fərqi yoxdur da, ancaq pul çıxsın. Har olsun, avaryon ərazi olsun, heyvanların otlaq yeri olsun, har olsun. Ancaq hicran üçün pul çıxsın. 2 uşağımla qayının evində qalım. Mən öz torpağımı bələdiyyədən ala bilmirəm. Oyun açır başıma. Gəh məhkəməyə aparır, parti təşkilatdan gedən nümayəndələri nətər yola salır. Bələdiyyənin büdcəsi buna işləyir. Nədir mən başa düşə bilmirəm ki, bu qədər pulu hardan alır ki, gedənləri abratını qaytarır. Yəni bəlkə də gedənlər var, heç əraziyə getmir, onu bilmirəm. Amma fakt Ramazan Əliyev özü əraziyə getdi. Elə də qayıtdı gəldi. Mahiri bir əraziyə çağıran oldu mu ki, ay Mahir, gəl bu yeri zəbt eləyirsən, nəyə görə zəbt eləyirsən? Bunu heç soruşan olmadı, çağıran olmadı Mahiri. Heç hətta Ramazan müəllim özü Mahirin 2002-ci ildə verilən torpağın ərazisinə getmədi. Mən özüm dedim, gedim ora. Aslanla Hicran Kozurdular, dayanmışdı. Onlar ikisi kənddə rik yırtdılar. Hicran Vəliyeva, başçı arxamda dayanıb. Deyir, çox mu at oynadacaq mən kimi vətəndaşların üzərində? Ma deyir ki, sən deyir, maşevniksən deyir, xuliqansan deyir. Səni deyir, verəcəm deyir polisə. Sən nə maşevnikli edirsən? Ən əsik sözləri danışır da. Dedim, mən maşevnik deyiləm, mən maşevnik ailəsində doğulmamışam. Mənim atam 41-45-ci ilin müharibə iştirakçısı olub. Veteran ailəsində doğulmuşam. Maşevnik ailəsində yox. Geçsin, arxivimi mənim axtarsın, baxsın, görsün mən kiməm. O söz bana demək olar, yoxsa yox. Firdevsi müəllim deyir ki, Ramazan müəllim deyir, siz bu yerin ölçüsünü deyin də, orada sxemaya baxın deyin. Çıxarı verəndə Firdevsi müəllimə deyir, ölç. Uzunu 34, eni 26. Mən baxdım ki, bu Mahirin saxta sənədidir. Dedim, Ramazan müəllim, o mənim sənədim deyil. O buyu zəbt eləyən Cəfərov, Mahir Cəfərovun saxta sənədidir. Çünki onda sənəd sxema kvadrat formasındadır. Budur, kvadrat formasındadır. Perspektiv torpağın sənədidir. Siz bu ərazinin eninin uzunluğunu göstərin, ölçülsün. Ha, dedi, səhv düşmüşəm. Orada məhkəmə qətnaməsində göstərilir ki, texniki səhv olur. Niyə məhkəmə qətnaməsində niyə göstərmirlər ki, aslanın başında texniki səhv olur, bir də o 2-3 qayran barmağında, onu niyə deyə bilmirlər ki? Deyirlər ki, texniki səhv olur. Mənim sənədimdə texniki səhv, nə də torpağında texniki səhv yoxdur. Ölçüb başa gətirə bilmədilər. Axırda da eləcə də çıxdılar, getdilər. Çünki torpağı verməyə gəlməmişdilər ki, oraya. Sadəcə olaraq gözündən, yəni mənim, pərdə asmaq üçün gəlmişdilər ki, bəli, əraziyə gəldik, baxış keçirdik, getdik. Onunla da qutardılar. Avaryon ərazinin su daşıb gedib, kənd nümayəndəsinin binasının yanına yığılır. Deyir ki, Ramazan müəllim deyir, Fatma xanıma deyirəm, bələdiyyənin büdcəsindən ayrılan puldan ekskavatorla daşıdım, yekə maşınlarını orayı doldurun torpaqla. Orayı verim sizə. Ramazan müəllim də deyir, Məmmədova deyir, orayı istəmirsə, başqa adama sat da. Orayı torpağı doldurtur, sat da, sat geçsin. Deməli, bunlara torpaq satmaq lazımdır. Pul qazanmaq, vətəndaşın dedinə qalmaq yox. Və Hicran xanım da oraya şirin-şirin müştərilər axtarır. Həmən avaryon əraziyə. Deyir ki, oranı doldurtturub, mən satacağım. Niyə o cəmaatın orada o zibilxanalar var? İtlər, pişiklər qaçır. Bir de onlar qışın ərazisinə girərsiniz, baxarsınız, ora nə vəziyyətdədir. Niyə oraya, niyə bələdiyyənin büdcəsindən ayrılan puldan verib o zibilliyi təmizlədənmir? Avarın ərazilərə torpaq doldurtturub, satışa qoyur, pul qazandırır. Arxivdə Cəfərov, Mahir Cəfərovun adına, yəni Dövlət fondunun torpağında 1 metrə torpaq. Mən onların özünə dedim. Dedim, əgər arxivi axtarın, Mahirin adına bir sot torpaq varsa, bir sot da mənim ərazimdən kəsin verin. Çünki Mahirin adına, soyadına orada torpaq yoxdur. Nə tər zəbtdə saxladılar? Ona çıxarda bilməzdi Mahir ərazidən. Mahiri çağıran olmadı ona. Mən tələb elədim. Dedim, Mahiri gətirin, sənədini də gətirsin. Dedilər, Mahir nəyə lazımdır ki? Sənin ərazini ölçürük. Mənim ərazimi də Mahirin saxta sənədinin üstündə ölçüblər. Bəli, o sənədi əllərinə götürüb o sənədin üstü ölçüblər. Məhkəmə qətnaməsində verilir ki, Məmmədovanın ilkin sənədləri üstə kadastra verilsin. Texniki səhv olub. Dövlət məmurları eləyə bilərlər. Ancaq özləri eləmirlər. Torpaq komitəsindən Ramazan müəllim özü əxsan əraziyə getmişdi. Özü də dəqiq bilir ki, çünki qətnamələrin hamısının sürəti onlara gedib. Torpağı ölçüb vermədilər. Yəni götürüb Mahirin sənədinin üstündə torpaq ölçüblər. O baxmır ki, sənəd kimindir. Mahir müəllim sual verdi ki, sən məhkəməyə niyə gedirdin? Dedim, Hicran Vəliyeva apardı ki, mənim gücüm çatmır, Mahiri ərazidən çıxarda bilmirəm. Gedək məhkəməyə verək. Məhkəmə yolunu boşaltdıracağam. İndi hara müraciət edirəmsə, gələn ərizələrdən mənə cavablar da müsbət gəlmir. Ramazan Əliyev əraziyə getdikdən 2 gün sonra Cəfərov Mahir həmin əraziyi əkdirdi. Traktorla şumlatdı. Sonra da xırda ağaçlardan əkdi həmin əraziyə. Hal-hazırda o ərazi dolu ağaçdır. Dondar Quşu Belediyesi Hicran Vəliyeva mənlə savaşır. Deyir, sən o torpağı ala bilməyəcəksən. Bax, sənin deyil. Mən niyə görə qanuni sənədimlə olan torpağımı niyə vermirlər? Niyə mənim deyil ki o torpaq? Və sənədi niyə görə veriblər? O bu qədər urusumu niyə ödəmişəm? Təkrar xahiş edirəm.
yuxarı təşkilatda oturan məmurlardan mənim torpağımı qaytaram, verim özüm. Mahir Cəfəroğlu'nun adına orada 1 metr torpaq yoxdur. Əraziyi deyir, bölək, yarısını verək Mahirə. Mənim 7 sot torpağım niyə görə bölünməlidir ki? Mahirə nəyə görə verməliyim? Mahirin özünün torpağı var. 2002-ci ildə aldığı torpaq. Gəlibsən, bu yerə baxış keçirirsən. Gedək Mahirin ərazisinə də baxış keçir. Nə Mahirin özünü çağırtdırmadı əraziyə, nə də ki, Mahirin ərazisinə baxış keçirməyə getmədi. Mən başa düşəmədim ki, Ramazan müəllim nə üçün getmişdi oraya? Bəs mən sizə dedim ki, Ramazan müəllim bugün getməlidir. Onlar telefonda nə dediyini bilmirəm. Gördüm, bu təkrar yenə deyir ki, bəs pul lazımdır onu yola salmağa. Siz bilirsiniz, dedim, mənim pulum yoxdur. Bugün o getməlidir. İclasdan sonra Ramazan müəllimi yola salmalıq. Çox məmmalıdır ki, Ramazan müəllim oraya pul üçün getmişdi, yoxsa vətəndaşın torpağını almaq üçün? Ələsgər qızının torpağını alıb özünə vermək üçün getmişdi, yoxsa rüşvət üçün getmişdi? Çox maraqlıdır. Bugün Ramazan müəllimi yola salmaq lazımdır. Ramazan müəllim nə üçün getmişdi ki rayona? Ərazidəki torpağa baxış keçirib, mənim torpağımı özümə vermək üçün, yoxsa nə üçün getmişdi? Yoxsa rüşvətin dalına getmişdi? Mahirin ərazisinə vapşı getmədi. Hicran Vəliyevədən ki, Mahiri çağır bura. Başlayırlar, Firdevsi müəllimə də dedim. Dedim, çağırın, Mahir gəlsin buraya. Dedi, xeyr, Mahir gəlməyəcək buraya. Sənin ərazini də ölçü ver. Əraziyi də necə ölçürlər? Əraziyi öz qaydasında ölçmürlər. Ərazini ölçüb apardılar, çıxardılar avaryonun əraziyə. Dedim, köhnə qaydada. Qanunun sənədim əsasında. Ölçüb, mənim ərazimi vermir. Texniki səhvdir, orada heç bir səhvi də düzəltmədilər. Heç bir səhv. Bizə torpaqlar verilib. Həmin torpağın elə 1 hektar sadəcə olaraq mənim yerim var da. Onun 60 sotu əkənəkdir. Əkir biçirik. Qalmış sotu otarıq üçündür. Arxın üstü deyilən ərazi var. Arxın üstü. Həmin yerləri kətdə yaşayır. Bizim xırda heyvanımız olur. Otarıq yeri də, heyvanları otağın yeridir. İndi oranı bölür, vətəndaşlara məhəl kimi satır. Təkrar elə şeylər çox olub. Çünki bir nəfərdə də olmuşdu. Ev tikmişdilər pay torpağının içində. Onun üstündə çox mübahisələr yarandı. Axır nəticəsi nə oldu bilmirəm. Yəni arxın üstündə bu saat hal-hazırda hara gəldik, baxır ki, bir yerdə 1 metrə yer var, pul çıxsın, torbağı satmaq lazımdır. Bircə sotda olsa satır, pulunu qoyur cibinə. Yolun qırağı olsun, bir mağazin yeri olsun. Yaxud hara olur olsun, əlaqsız arxın üstü deyilən yerlər var. Bu saat hal-hazırda oraları baxan satılan, yəni Dövlət Fondunun torpağının aşağı hissəsində avaryon ərazi var da, cəmaatın sudan təhlükəli yer var. Kəndin su axtaşan vaxtı sudan müdafiə yeridir ora. Kəndi təhlükəsizdən yəni azad edir. Hicran Vəliyevə, yəni həmin şəkildə var, göl, dəniz deyilə bir, kənd nümayəndəsinin binasından üzbəyiz. Hicran Vəliyevə, bu saat oraya müştəri axtarır. Oranı deyir, doldurtdurum torpaqla, satım vətəndaşlara. Yəni, ona fərqi yoxdur da, ancaq pul çıxsın. Har olsun, avaryon ərazi olsun, heyvanların otlaq yeri olsun, har olsun. Ancaq hicran üçün pul çıxsın. Satsın, pul eləsin. 2 uşağımla qayının evində qaldım. Mən öz torpağımı bələdiyyədən ala bilmirəm. Oyun açır başıma. Gəh məhkəməyə aparır, gəh nə bilim, yuxarı təşkilatdan gedən nümayəndələri nətər yola salır. Bilmirəm ki, torpağımı qaytarmır mənəm. Yoxsa bələdiyyənin büdcəsi buna işləyir. Nədir, mən başa düşə bilmirəm ki, bu qədər pulu hardan alır ki, gedənləri abratını qaytarır. Yəni, bəlkə də gedənlər var, heç əraziyə getmir, onu bilmirəm. Amma fakt, Ramazan Əliyev özü əraziyə getdi. Elə də qayıtdı gəldi, heç nə. Getməmiş kimi. Nə üçün getmişdi? Başa düşülməzdi. Əraziyə çağıran oldu mu ki, ay Mahir, gəl bu yeri zəbt eləyirsən, nəyə görə zəbt eləyirsən, vətəndaşı niyə incidirsən? Bunu heç soruşan olmadı, çağıran olmadı Mahiri. Hətta Ramazan müəllim özü Mahirin 2002-ci ildə verilən torpağın ərazisinə getmədi. Mən özüm Aslanla Hicran Kozur'da onlar dayanmışdı. Onlar ikisi kənddə rik yırtdılar. Yəni, bizim kəndin rik yırtı da olardı. Mən başa düşəmirəm ki, Hicran Vəliyeva başçı arxamda dayanıb. Deyir, çox mu at oynadacaq mən kimi vətəndaşların üzərində, mən kimi vətəndaşların başında, çox mu at oynadacaq Hicran Vəliyeva? Mənlə möhkəm müdalaşır. Ma deyir ki, sən deyir, maşevliksən deyir, xuliqansan deyir, verəcəm deyir polisə. Sən nə maşevlikli eləyirsən? Mən maşevlik ailəsində doğulmamışam. Mənim atam 41-45-ci ilin müharibə iştirakçısı olub. Mən həmin ailədə veteran ailəsində doğulmuşam. Maşevlik ailəsində yox. Bilmirəm, Hicran mənim geçsin, arxivumu mənim axtarsın, baxsın, görsün mən kimim. O söz bana demək olar, yoxsa yox. Təkbətək. Yəni, o məmurlarla oturduq, söhbət elədik. Yəni, orada Hicran xanım Vəliyeva. Çox söhbətdən sonra, mən orada ona da dedim ki, Mahir müəllim sual verdi ki, sən məhkəməyə niyə gedirdin? Dedim, Hicran Vəliyeva apardı ki,
Mənim gücüm çatmır, Mahir ərazidən çıxarda bilmirəm vətəndaşı. Gedək məhkəməyə verək. Məhkəmə yolunu boşaltdıracağam sənin torpağını. O da boşaltdırmadı. Yəni belə boşaltdırdı. Sonra da indi hara müraciət edirəmsə, deyirlər, get məhkəməyə ver. Yəni gələn ərizələrdən mənə cavablar da müsbət gəlmir. Kimisindən heç cavab gəlmir. Cavabları gələnlər də deyir, get ver məhkəməyə. Mən nə vaxta qədər məhkəmədə sürünməliyim? Həmin Ramazan Əliyev əraziyə getdikdən 2 gün sonra Cəfər Mahir həmin əraziyi əkdirdi, traktorla şumlatdı. Sonra da xırda ağaçlardan əkdi həmin əraziyə. Hal-hazırda o ərazi dolu ağaçdır. Niyə görə? Ramazan müəllim nəyə getmişdi? Nə üçün getmişdi? Torpağımı niyə görə mənim özümə qaytarmadılar? Nə vaxtda da mən məhkəmədə sürünməliyim? Nə vaxtda bir əziyyət çəkməliyim? Mənim 2 dənə evladım var. Dondar Quşu Belediyesi İcra Vəliyeva mənlə savaşır. Deyir, sən o torpağı ala bilməyəcəksən. O torpaq sənin deyil. Mən niyə görə qanuni sənədimlə olan torpağımı niyə vermirlər? Niyə mənim deyil ki o torpaq? Və sənədi niyə görə veriblər? O bu qədər urusumu niyə ödəmişəm? Nə vaxtdan bu iş davam edəcək? Çox xahiş edirəm. Təkrar xahiş edirəm. Yuxarı təşkilatda oturan məmurlardan mənim torpağımı qaytarın, verin özümə. Mənim torpağımı zəbtdən azad edin. Cəfər Mahir Cəfəroğlu'nun adına orada 1 metr torpaq yoxdur. Nətər əraziyi deyir, bölək, yarısını verək Mahirə. Mənim 7 sot torpağım niyə görə bölünməlidir ki? Mahirə nəyə görə verməliyim? Mahirin özünün torpağı var. 2002-ci ildə aldığı torpaq. Mən orada Ramazan müəllimə müraciət elədim, gedək əraziyə, Mahirin ərazisinə. Getmədi. Dedim, gedək Mahirin, gəlirsən, bu yerə baxış keçirsən. Gedək Mahirin ərazisinə də baxış keçir. Nə Mahirin özünü çağırtdırmadı əraziyə, nə də ki, Mahirin ərazisinə baxış keçirməyə getmədi. Mən başa düşünmədim ki, Ramazan müəllim nə üçün getmişdi oraya. Bəs mən sizə dedim ki, Ramazan müəllim bu gün getməlidir. Onlar telefonda nə dediyini bilmirəm. Gördüm, bu təkrar yenə deyir ki, bəs pul lazımdır onu yola salmağa. Siz bilirsiniz, dedim, mənim pulum yoxdur. Bugün o getməlidir. İclasdan sonra Ramazan müəllimi yola salmalıq. Çox məmmalıdır ki, Ramazan müəllim oraya pul üçün getmişdi, yoxsa vətəndaşın torpağını almaq üçün? Ələskər qızının torpağını alıb özünə vermək üçün getmişdi, yoxsa rüşvət üçün getmişdi? Çox maraqlıdır. Bugün Ramazan müəllimi yola salmaq lazımdır. Ramazan müəllim nə üçün getmişdi ki rayona? Ərazidəki torpağa baxış keçirib, mənim torpağımı özümə vermək üçün, yoxsa nə üçün getmişdi? Yoxsa rüşvətin dalına getmişdi? Mahirin ərazisinə vapşı getmədi. Hicran Vəliyevədən ki, Mahiri çağır bura. Başlayırlar, Firdevsi müəllimə də dedim. Dedim, çağırın, Mahir gəlsin buraya. Dedi, xeyr, Mahir gəlməyəcək buraya. Sənin ərazini də ölçür. Əraziyi də necə ölçürlər? Əraziyi öz qaydasında ölçmürlər. Ərazini ölçüb apardılar, çıxardılar avaryonun əraziyə. Dedim, köhnə qaydada. Qanunun sənədin əsasında. Ölçüb, mənim ərazimi vermir. Texniki səhvdir, orada heç bir səhvi də düzəltmədilər. Heç bir səhv. Bizə torpaqlar verilir. Həmin torpağın elə 1 hektar sadəcə olaraq mənim yerim var da. Onun 60 sotu əkənəkdir. Əkir biçirik. Qalmış sotu otarıq üçündür. Arxın üstü deyilən ərazi var. Arxın üstü. Həmin yerləri kətdə yaşayır. Da bizim xırda heyvanımız, yeri heyvanımız olur. Otarıq yeri də, heyvanları otağın yeridir. İndi oranı bölür, vətəndaşlara məhəl kimi satır. Təkrar elə şeylər çox olub. Çünki bir nəfərdə də olmuşdu. Ev tikmişdilər pay torpağının içində. Onun üstündə çox mübahisələr yarandı. Axır nəticəsi nə oldu bilmirəm. Yəni arxın üstündə bu saat hal-hazırda hara gəldik, baxır ki, bir yerdə 1 metrə yer var, pul çıxsın, torpağı satmaq lazımdır. Bircə sotda olsa satır, pulunu qoyur cibinə. Yolun qırağı olsun, bir mağazin yeri olsun. Yaxud hara olur olsun, ələlxüsus arxın üstü deyilən yerlər var. Bu saat hal-hazırda oraları baxan satılan, yəni Dövlət Fondunun torpağının aşağı hissəsində avaryon ərazi var da, cəmaatın sudan təhlükəli yer var. Kəndin su axtaşan vaxtı sudan müdafiə yeridir ora. Kəndi təhlükəsizdən yəni azad edir. Hicran Vəliyeva, yəni həmin şəkil də var, göl, dəniz deyilə bir, kənd nümayəndəsinin binasından üzbəyiz. Hicran Vəliyeva, bu saat oraya müştəri axtarır. Oranı deyir, doldurtdurum torpaqla, satım vətəndaşlara. Yəni, ona fərqi yoxdur da, ancaq pul çıxsın. Har olsun, avaryon ərazi olsun, heyvanların otlaq yeri olsun, har olsun. Ancaq hicran üçün pul çıxsın. Satsın, pul eləsin. 2 uşağımla qayının evində qaldım. Mən öz torpağımı bələdiyyədən ala bilmirəm. Oyun açır başıma. Gəh məhkəməyə aparır, gəh nə bilim, yuxarı təşkilatdan gedən nümayəndələri nətər yola salır. Bilmirəm ki, torpağımı qaytarmır mənim.
Yoxsa bələdiyyənin büdcəsi buna işləyir. Nədir, mən başa düşə bilmirəm ki, bu qədər pulu hardan alır ki, gedənləri abratını qaytarır. Yəni, bəlkə də gedənlər var, heç əraziyə getmir, onu bilmirəm. Amma fakt, Ramazan Əliyev özü əraziyə getdi. Elə də qayıtdı gəldi, heç nə. Getməmiş kimi. Nə üçün getmişdi? Başa düşülməzdi. Əraziyə çağıran oldu mu ki, ay Mahir, gəl bu yeri zəbt eləyirsən, nəyə görə zəbt eləyirsən, vətəndaşı niyə incidirsən? Bunu heç soruşan olmadı, çağıran olmadı Mahiri. Hətta Ramazan müəllimi özü Mahirin 2002-ci ildə verilən torpağın ərazisinə getmədi. Mən özüm Aslanla Hicran Kozurdular dayanmışdı. Onlar ikisi kənddə rik yırtdılar. Yəni, bizim kənddə rik yırtdı da olardı. Mən başa düşəmirəm ki, Hicran Vəliyeva başçı arxamda dayanıb, deyib, çox mu at oynadacaq mən kimi vətəndaşların üzərində, mən kimi vətəndaşların başında, çox mu at oynadacaq Hicran Vəliyeva? Mənlə möhkəm müsahibə edir, möhkəm dalaşır. Lap möhkəm. Ma deyir ki, sən deyir, maşevliksən deyir, xuliqansan deyir, səni deyir, verəcəm deyir polisə. Sən nə maşevlikli edirsən? Çox belə ən əsik sözləri danışır da. Dedim, mən maşevlik deyiləm, mən maşevlik ailəsində doğulmamışam. Mənim atam 41-45-ci ilin müharibə iştirakçısı olub. Mən həmin ailədə veteran ailəsində doğulmuşam. Maşevlik ailəsində yox. Bilmirəm, Hicran mənim geçsin, arxivumu mənim axtarsın, baxsın, görsün mən kiməm. O söz bana demək olar, yoxsa yox. Çox xahiş edirəm ki, bir balaca bu Hicranı, bir balaca məmur kimi baxsınlar ki, o da vətəndaş kimi mənə baxsın ki, bu vətəndaşa bu sözü demək olarmı, yoxsa yoxmu? Həyatında zibillik var. Baxa bilərsiniz, bəli, həmin kənd sakini orada danışır. Devlət fondunun torpağının aşağı hissəsində Avaryonun ərazi var da, cəmaatın axtaşan vaxtı sudan müdafiə yeridir ora. Hicran Vəliyeva oraya müştəri axtarır. Oranı deyir, doldurtdurum torpaqla, satım vətəndaşlara. Ona fərqi yoxdur da, ancaq pul çıxsın. Har olsun, Avaryonun ərazi olsun, heyvanların otlaq yeri olsun, har olsun. Ancaq Hicran üçün pul çıxsın. Satsın, pul eləsin. 2 uşağımla qaynın evində qaldım. Mən öz torpağımı bələdiyyədən ala bilmirəm. Oyun açır başıma. Gəh məhkəməyə aparır, parti təşkilatdan gedən nümayəndələri nətər yola salır. Torpağımı qaytarmır mənim. Nə qədər büdcəsi var, yoxsa bələdiyyənin büdcəsi buna işləyir. Nədir, mən başa düşə bilmirəm ki, bu qədər pulu hardan alır ki, gedənləri abratını qaytarır. Yəni, bəlkə də gedənlər var, heç əraziyə getmir, onu bilmirəm. Amma fakt, Ramazan Əliyev özü əraziyə getdi. Elə də qayıtdı gəldi, heç nə. Nə üçün getmişdi? Başa düşülməzdi. Mahiri bir əraziyə çağıran oldu mu ki, ay Mahir, gəl bu yeri zəbt eləyirsən, nəyə görə zəbt eləyirsən, vətəndaşı niyə incidirsən? Bunu heç soruşan olmadı, çağıran olmadı Mahiri. Hətta Ramazan müəllimi özü Mahirin 2002-ci ildə verilən torpağın ərazisinə getmədi. Mən özüm dedim, gedim ora. Aslanla Hicran Kozurdular dayanmışdı. Onlar ikisi kənddə rik yırtdılar. Hicran Vəliyeva başçı arxamda dayanıb, deyib, çox mu at oynadacaq mən kimi vətəndaşların üzərində? Ma deyir ki, sən deyir, maşevliksən deyir, xuliqansan deyir, səni deyir, verəcəm deyir polisə. Sən nə maşevlikli edirsən? Çox belə ən əsik sözləri danışır da. Dedim, mən maşevlik deyiləm, mən maşevlik ailəsində doğulmamışam. Mənim atam 41-45-ci ilin müharibə iştirakçısı olub. Veteran ailəsində doğulmuşam. Maşevlik ailəsində yox. Bilmirəm, Hicran mənim geçsin, arxivumu mənim axtarsın, baxsın, görsün mən kiməm. O söz bana demək olar, yoxsa yox. Ramazan Əliyev əraziyə gəldi. Həmin vaxtı Hicran Vəliyeva, hal-hazırki bələdiyyə, keçmiş bələdiyyə Aslan Hüseynov, Torpaq şöbəsinin müdiri Firdovsi Hümbətov, bir də Rüstəm, oranın işçisi, həmin əraziyə gəldilər, baxış keçirdilər. Və mən orada tələb elədim ki, Mahirin özünü sənədi ilə barabar əraziyə gətirin. Ramazan müəllimə də xahiş elədim ki, bəli, həmin sakini oraya gətirsin. Ramazan müəllim ona məhəl qoymadı. Heç kəs çağırmadı. Ramazan müəllimdən bir xahişim də oldu ki, gedək, yolun üstə Mahirin yeri var, perspektiv torpaqda. Həmin əraziyə də baxış keçirilsin. Yəni, oraya da getmədi. Mən başa düşəmədim, Ramazan müəllim nə üçün getmişdi. Bəli, sonra biz gəldik Torpaq şöbəsinə gəldik. Torpaq şöbəsindən kadastr idarəsinə gəldik. Mənim uşağım qalmışdı həmin ərazidə. Yəni, oğlum oradaydı. Cəfərova sahibə, Mahirin bacısı, mənim oğluma orada hücum çəkir. Sənə özümü döydürtdürürəm, özümü öldürtdürürəm, sənə aparıb türməyə qoyduraram. Sənin qanan qalar göz yaşlı. Deməli, mən torpağı almışam ki, göz yaşlı qalmaq üçün. Nəyə görə bu məmurlar nə fikirləşirlər? Nəyə görə vətəndaşlar üzbəyiz qoyurlar? Nəyə görə mənim torpaq ərazimi vermirlər özümə? Mahiri niyə çıxartmırlar ərazidən? Bu iş nə qədər davam edəcək? Çox mu davam edəcək bu iş? Çox xahiş edirəm prezidentimlə, onun xanımı
Mehriban xanım Əliyevadan mənim torpağımı versinlər özümə. Məni bunu azad eləsinlər. Bu əzabdan azad olum mən. Nə qədər sürünməliyim, nə qədər qaçmalıyım. Mənim artıq Hicran Vəliyeva deyir ki, səni hələ gör nələr gözləyirdi, sənin başına hansı oyunlar açacaq. Mənim evlatlarım ləkələyəcəklər, yoxsa kimisə öldürəcəklər, nə iş görəcək, hələ bilmirəm, o işlər mənə məlum deyil. Onun sabahı günü Hicran Vəliyeva zəng elədi ki, başçı sizi qəbula çağırır. Bəli, getdim qəbula, getdim ki, baş gözü deyil qəbulda, Mahir müəllimdir. Mahir müəllim məni qəbul elədi. Dedi, Fatma xanım, gözləyim, iclasdan sonra məmurlarla bir yerdə səni qəbul eləyəcək. Bəli, qəbul elədilər. Orada söhbət getdi. Mahir müəllim mənə deyir ki, çox gülməlidir. Deyir, bu səhv olub deyir, neyini? Devlət məmurlarını güllələyək. Dedim, yox, devlət məmurları məni güllələyib. Gülləliyib, öldürmüklər, yaralayıb buraxıblar. Torpağımı da əlimdən alıblar. Niyə devlət məmurlarını güllələyirsiniz? Güllələməyin onları. Əgər onları güllələyəmirsiniz, torpağı alın, məni güllələyin. Görün, bu vətəndaşla bunlar nə danışırlar, nə eləyirlər, mən başa düşəmirəm. Və sonradan düşdük. Gördüm, Hicran oturub, girişidir, binanın girişi. Sol tərəfdə stol var. Stolda oturub, gördüm, harası zəng eləyir. Gördüm, zəng eləyib deyir ki, sizə zəng eləmişəm, niyə cavab vermirsiniz və bilmirsiniz bugün. Deyir, bugün Ramazan Əliyev yola salmalıyıq. Hicran Vəliyeva deyir ki, bugün Ramazan müəllimi yola salmalıyıq və sizə mən dedim, pul gətirin. Mənə məlum oldu ki, Ramazan müəllim pul üçün gedib şöyle, mənim torpağım üçün yox. Təkrar onlara bir də deyir ki, bugün Ramazan müəllimi yola salırıq, pul gətirirsiniz. Mənim pulum yoxdur yola salmağa. Pul gətirirsiniz, yola salırıq. Bəli, məlumdur ki, Ramazan müəllim pul üçün gedibmiş. Fatmanın torpağını vermək üçün yox. Yəni, bunu getməyə bilsəm nə deməkdir? Sadəcə olaraq mənim gözümlə pərdə asmaq üçün getmişdi. Mənim torpağımı vermək üçün yox. Çox xahiş edirəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yoldaşdan və onun xanımı Mehriban Əliyevadan mənim torpağımı özümə qaytarsınlar, mənə köməkli eləsinlər. Mən 2 dənə oğlu harada yıkılır? Mənim yaşayış yerim yoxdur. Mən yaşaya bilmirəm. Harada yaşayayım? Nə qədər qayn evində yaşayayım? Mənim möhkəm mübahisəm yarandı. Dedim, əraziyə nəyə gəlmişdiniz? Mənim torpağımı niyə vermişsiniz? Möhkəm mübahisəmiz yarandı. Deyir, bu torpaq sənin deyil. Sən niyə eləyəcəksən? Başçıdan şikayət edib niyə eləyəcəksən? Məndən şikayət edib niyə eləyəcəksən? Mənim arxamda başçı dayanır. Sən mənə heç nə deyə bilməzsən. Çünki başçı, fakt özü deyir ki, başçı mənim arxamda dayanır. Məlum məsələdə bunu dayanmağı da. Çünki mən bunları heç nə eləyə bilmirəm. Çünki hamısı bir-birinin arxasında dayanırlar. 4 ildir mən sürünürəm. Məhkəmələrdən belə sürünmüşəm. Məhkəməyə də Hicran Vəliyeva məni özü apardı ki, əraziyi boşaltdıra bilmirəm. Çünki Mahir mənə hücum edir. Aslan ona əlinə saxta sənət verir. Mahir bu saxta sənətlə dayanıb orada çıxmır. Gedək məhkəməyə, müraciət eləyək. Məhkəmə yolundan boşaltdıracam. Mən özüm də köməkli eləyəcəm. Hicran Vəliyevə də köməkliyi o oldu ki, mənim torpağımı əlimdən aldırdılar. Vəssalam. Firdevsi müəllim deyir ki, Ramazan müəllim deyir, siz bu yerin ölçüsünü deyin də, orada sxemaya baxın deyin. Baxdım, gördüm ki, Ramazan müəllim deyir, yerin uzunu 34'dir, eni 26'dır. Bunu yaxınlaşdım, kapıyı belə açıb, bu sənət. Çıxarıb verəndə, Firdevsi müəllimə deyir, ölç. Uzunu 34, eni 26. Mən baxdım ki, bu Mahirin saxta sənədidir. Dedim, Ramazan müəllim, o mənim sənədim deyil. O boyu zəbt eləyən Mahir Cəfərovun saxta sənədidir. Çünki onda sənəd sxema kvadrat formasındadır. Budur. Kvadrat formasındadır. Perspektiv torpağın sənədidir. Siz bu ərazinin eninin uzunluğunu göstərin, ölçülsün. Dedi, səhv düşmüşəm. Orada məhkəmə qətnaməsində göstərilir ki, texniki səhv olub. Niyə məhkəmə qətnaməsində niyə göstərmirlər ki, aslanın başında texniki səhv olub, bir də o 2-3 qayran barmağında. Onu niyə deyə bilmirlər ki? Deyirlər ki, texniki səhv olub. Mənim sənədimdə texniki səhv, nə də torpağında texniki səhv yoxdur. Ölçüb başa gətirə bilmədilər. Axırda da eləcə də çıxdılar, getdilər. Çünki torpağı verməyə gəlməmişdilər ki, oraya. Sadəcə olaraq gözündən, yəni mənim, pərdə asmaq üçün gəlmişdilər ki, bəli, əraziyə gəldik, baxış keçirdik, getdik. Onunla da qutardılar. Avaryon ərazinin su daşıb gedib, kənd nümayəndəsinin binasının yanına yığılıb. Deyir ki, Ramazan müəllim deyir. Fatma xanıma deyirəm, bələdiyyənin büdcəsindən ayrılan puldan ekskavatorla daşıdım, yekə maşınlarını orayı doldurun torpaqla. Orayı verim sizə. Ramazan müəllim də deyir, Məmmədova deyir, orayı istəmirsə, başqa adama sat da. Orayı torpağı doldurtur, sat da, sat getsin. Deməli, bunlara torpaq satmaq lazımdır. Pul qazanmaq, vətəndaşın qeydinə qalmaq yox. Və Hicran xanım da oraya şirin müştərilər axtarır. Həmən avarın əraziyə. Deyir ki, oranı doldurtturub, mən satacağım. Niyə o cəmaatın orada o zibilxanalar var? İtlər, pişiklər qaçır.
Bir Dondar quşunun ərazisinə girərsiniz, baxarsınız ora nə vəziyyətdədir. Niyə bələdiyənin büdcəsindən ayrılan puldan verib o zibilliyi təmizlədənmir? Avaran ərazilərə torpaq doldurtdurub satışa qoyur, pul qazandırır. Arxivdə Cəfərov, Mahir Cəfərovun adına, yəni Dövlət Fondunun torpağında 1 metrə torpaq. Mən onların özünə dedim. Dedim, əgər arxivi axtarın, Mahirin adına bir sot torpaq varsa, bir sotla mənim ərazimdən kəsin verin. Çünki Mahirin adına, soyadına orada torpaq yoxdur. Nə tər zəbitdə saxladılar? Onlar çıxarda bilməzdi Mahir ərazidən. Mahiri çağıran olmadı ona. Mən tələb elədim. Dedim, Mahiri gətirin, sənədini də gətirsin. Dedilər, Mahir nəyə lazımdır ki? Sənin ərazimi ölçürük. Mənim ərazimi də Mahirin saxta sənədinin üstündə ölçüblər. Bəli, o sənədi əllərinə götürüb o sənədin üstü ölçüldülər. Məhkəmə qətnaməsində verilir ki, Məmmədovanın ilkin sənədləri üstə kadastra verilsin. Yəni ki, səhv olub. Dövlət məmurları eləyə bilərlər. Ancaq özləri eləmirlər. Torpaq komitəsindən Ramazan müəllim özü əxsan əraziyə getmişdi. Özü də dəqiq bilir ki, çünki qətnamələrin hamısının sürəti onlara gedib. Torpağı ölçüb vermədilər. Yəni götürüb Mahirin sənədinin üstündə torpaq ölçürlər. O baxmır ki, sənəd kimindir.